Salam, bizə belə bir sual verilib və bu sualı izah eləmək istəyirəm. Lakin ilk öncə gəlin sualın izahını verməmişdən bizə lazım olan qeydləri qeyd edək. Bizə ümumiyyətlə bu sualda maqnitlər təsvir olunub, eyni zamanda sarğac təsvir olunub. Biz burada Lens qaydasına əsasən işləyəcəyik. Deməli biz bilirik ki, ümumiyyətlə maqnit daxilində bu maqnit induksiya vektorları cənubdan şimala doğru hərəkət edir. Mən də bunu təsvir edirəm. Amma bu təsvir elədiyim induksiya vektorları nəyin induksiya vektorusudur? Maqnit daxilində olan induksiya vektorlarıdır. Yəni bir ikisini burada təsvir edirəm. Bu bizim normal B-imizdir. Və daha sonra sarğacın daxilində necə yaranacaq, onu müəyyənləşdirmək üçün siz ilk öncə həmin bu maqnitin hansı istiqamətdə hərəkət etməsinə baxmalısınız. Çünki sizə iki cür şərt verə bilər. Ya bunu daxil edəcək, yəni bu maqniti bu sarğaca daxil edəcək, ya da maqniti sarğacdan uzaqlaşdıracaq. İkinci şəklimizdə olduğu kimi. Və birincidə nə idi? Birincidə maqniti sarğacın daxilinə salıb. Sarğacın maqnitin daxilinə salanda Lens qaydasına əsasən ümumiyyətlə təbiətdə bir sistem var və hər şeyi qorumaq istəyir. Yəni təbiət hər şeyi qorumaq istəyir, stabil formada saxlamaq istəyir, sabit saxlamaq istəyir. Buna görə də bu Lens qaydasına əsasən burada yaranan bu induksiya vektorlarının əksi istiqamətində induksiya cəryanı hesabına induksiya cəryanı maqnit sahəsində, maqnitin daxilində yaranacaq bu induksiya vektorlarının əksinə doğru bir induksiya vektorları yaradır. Nə zaman mən əgər maqniti sarğacın daxilinə salıramsa, bu zaman gəlin fərqli bir rənglə bunu göstərək ki, qarışmasın. Nə baş verir? Bu zaman bunun əksinə doğru nə yaranır? İnduksiya vektorları yaranır və bunu da beşlik olaraq qeyd eləyək ki, çaşmayaq. Yəni mən bir ikisini təsvir edirəm bu şəkildə. Aha, yaranmış olacaq. Və eyni zamanda mən bu maqniti sarğacın daxilinə salanda burada nə baş verir? Ümumiyyətlə, yəni induksiya vektorları artacağına görə bizim maqnit selimiz də artmış olacaq. Yəni bu şəkildə bunu ifadə elədik və biz burada sağ əl qaydasına, yəni sağ əl qaydası ilə biz burada cəryanın, induksiya cəryanının istiqamətini müəyyən edə bilərik. Baş barmağımız bu induksiya cəryanının sarğacın daxilində yaratdığı, deməli, yəni daha doğrusu sarğacın daxilində yaratdığı induksiya vektor istiqamətində baş barmağımı tuturam. Yəni siz burada çaşıb maqnitin daxilində yaranan induksiya vektor istiqamətini tutmayın, yəni belə tutmayın. Çünki siz sarğacın daxilində yaranan induksiya vektoruna, yəni induksiya vektoru istiqamətini tutmalısınız ki, burada ümumiyyətlə induksiya cəryanı sarğacın daxilində olur. Və siz baş barmağınızı induksiya vektor istiqamətinə tutursunuz. Digər 4 barmağınızı cəryanın istiqamətini göstərəcək. Baş barmağınızı belə tutanda cəryan belə axmış olacaq. Buna görə də sizin cəryanınız bu istiqamətdə axmış olacaq. Digər hala baxaq. Digər halda isə siz bu ümumiyyətlə maqniti uzaqlaşdırırsınız. Hardan bildim? Çünki bizə V-nin istiqamətini sol tərəfə doğru verib. Və bu zaman nə olacaq? Bu zaman ümumiyyətlə siz bilirsiniz ki, maqnitin daxilində cəryan, maqnitin daxilində üzrlü sayın, maqnitin daxilində həmin bu induksiya vektorları nə şəkildə axırdı? Göstərək. Deməli, S-dən N-ə doğru axmış olacaq. Düzdürmü? Və bu zaman mən bunu B ilə işarə edirəm. Yaranan bu ümumiyyətlə sarğacın daxilində yaranan deməli induksiya vektorları isə Lens qaydası əsasında bunu tapırıq. Bunlar isə mən bunu, yəni bu maqniti sahədən, yəni bu sarğacdan uzaqlaşdırdığım zaman sağ tərəfə doğru aparmışam. Nə baş verir? Həmin bu sarğacın daxilində, maqnitin daxilində yaranan induksiya vektorları istiqamətində nə yaranmış olacaq? İnduksiya vektor yaranmış olacaq. Yəni bunları da bu şəkildə təsvir edirəm. Eyni istiqamətlidirlər çünki. Və bunlara da beşlik deyirəm ki, qarışdırmayaq. Çünki ayrı-ayrıdırlar. Və bu zaman mən cəryanın istiqamətini müəyyənləşdirə bilərəm. Ümumiyyətlə baş barmağımı sağ əli ilə tapıram, baş barmağımı sarğacın daxilindəki olan induksiya vektor istiqamətinə tuturam. Bu zaman digər 4 barmağım cəryanı göstərir. Baxın, aşağıya doğru axmış olur. Bu zaman aşağıya doğru axmış olacaq mənim induksiya cəryanım. Nəyə görə bu sarğacın daxilindəkini tapmalıyam? Çünki induksiya cəryanı burada yaranır. Maqnitin daxilində yaranmayıb. Gəlin şərtləri oxuyaq. Eyni zamanda bir də onu qeyd edeyim ki, artıq mən bu maqniti sahədən, yəni bu sarğacın daxilindən uzaqlaşdırdığım zaman induksiya vektorlarının sayı azalacağı üçün maqnit sayı da azalacaq. Yəni bu sarğacın daxilindən keçən induksiya vektorlarının axıntısı sayı azalmış olacaq. Qapalı konturdan keçən xarici maqnit selinin modulu artır. Bunu bayaqları izah elədim və qeyd elədim ki, ümumiyyətlə biz maqniti sarğacın daxilinə salanda, yaxınlaşdıranda maqnit seli artacaq. Çünki induksiya vektorlarının sayı artır. Bizim düsturumuz fi bərabərdir B-yə kosinus alfa olduğuna görə fi ümumiyyətlə B-dən düz asılıdır. Yəni maqnit seli induksiya vektoru ilə düz mütənasibdir. İkinci halda isə mən bunu uzaqlaşdıranda nə baş verir? Bu sarğacın daxilindən keçən induksiya vektorlarının sayı azalacağına görə, B azaldığına görə fi də azalır, necədən maqnit seli azalır. 2 də ki, bura uyğundur. 3-ə baxaq. Konturda yaranan induksiya cəryanının, baxın, bunu sizə izah edeyim. Konturda yaranan induksiya cəryanının yaratdığı maqnit sahəsinin induksiyası, xarici maqnit sahəsinin induksiyası istiqamətini verir, xarici maqnit sahəsinin. Ümumiyyətlə, sarğac buradakıdır. Sarğacın daxilində induksiya cəryanının bu istiqamət qoymuşuq və sağ əl qədəsindən tapırdıq, hansı ki, aşağı doğru axıb burada. Axan bu cəryanın
yaratdığı induksiya sayısı, yəni 5-dir. Maqnitin bu xaricdəki olan maqnitin S-dən N-ə doğru, daxildə S-dən N-ə doğru axan o induksiya vektorları istiqamətində yönəlibmi? Yönəlib. Yönəldiyinə görə ikisi də sağ tərəfə doğru yönəlmiş. Ona görə də bizim burada üçüncü variantımız bura doğru yönələcək, yəni bura uyğundur. 4-ə baxsaq, konturda yaranan induksiya cərəyanının yaratdığı maqnit sayısının induksiyası, baxın, burada konturun daxilində mən sağ əl qaydası ilə mən baş barmağımı elə tutdum ki, bu nə olsun? Yəni sola doğru olmuş olsun. Mənim cərəyanım da aşağı doğru axacaqdır. Yəni baxın belə axacaq. Və nəticədə o aşağı doğru axacaq və bizim bu induksiya cərəyanımızın yaratdığı induksiya vektoru maqnitin xarici sahədəki olan o maqnit induksiya vektoru istiqamətinin əksinə olacaq. Baxın, bunlar sağa doğrudur, amma bunlar isə sola, 5-liklər isə sola doğrudur. Ona görə də əks istiqamətlidir həqiqətən də. 4-ü də bura yazmış olacağam. 5-də isə deyək ki, konturda yaranan induksiya cərəyanının istiqaməti lens qaydası ilə müəyyən olunur. Hər ikisini də lens qaydası ilə tapdıq biz. Düzdürmü? 5-dəki bura uyğundur. Cavab variant olacaq.